Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir üzüm formasında saç sancağının hazırlanmasını göstərəcəm. İnanıram ki, siz də mənimlə birlikdə rahatlıqla işləyə biləcəksiniz. Çalışacağım ki, ən xırdalıqlarına qədər sizə izah edim. Buyurun, birlikdə toxuyaq. İstediğiniz renklerden qeyd edeyim ki, istediğiniz renklerden istifadə edə bilərsiniz. Nə renk sevirsinizsə o renklerden istifadə edə bilərsiniz. Mən indi bu renkdən istifadə edəcəm. Bunun üçün bizə lazımdır belə bir saç sancağı. Bir də mən bu renkdən istifadə edirəm. Yarpağın ise yaşıl renkten, istenilen yaşıl renkten istifadə edə bilərsiniz. Yaşıl rengin istenilen tonlarından istifadə edə bilərsiniz. Bu şekilde. Bir de çalışın ki koton iplerden istifadə edin. Onda daha yaxşı olur. Sancaqların hazırlanması üçün çalışın koton iplerden istifadə edin. Bu şekilde düğün eləyirik. Daha sonra bunu açırıq. Milçə də siz istədiyiniz, sizin sancağınız nə böyüklükdədirsə, indi məndə orta böyüklükdədir. Böyük olarsa, məsələn 2,5, əgər kiçik olarsa sancağınız 1,5, 1,2 ölçülü sancıqlardan milçələrdən istifadə edə bilərsiniz. Bir də ki, milçə çalışın ki, bu sancağın kənarı üçün bir milçə ayırın ki, bunu hər dəfə deyirəm mən. Çünki milçələriniz heyf olmasın. Bunun üçün, bunlar bir-birinə dəyib aşındığı üçün bu sancağın kənarı üçün bir milçədən istifadə edin. Yalnız bir milçədən. Onu başqa şeylərə toxumaq üçün istifadə etməyin. Çünki bu aşınır. Daha sonra ipi toxuma eləyəndə ilişir, narahat eləyir, yaxşı olmur. Ona görə də bunun üçün bir dənəsini ayırsanız, məndə gördüyünüz kimi bu aşındırıb artıq istifadə edin. Bir dəfə keçirtdim. Daha sonra bir də çalışın ki, çox boş toxumayın ki, boş qalmasın. Burada bir dəfə bənd elədim. Birini daha toxuyuram ki, daha möhkəm olsun. Deyəsən mən milçəmi rahat keçməyəcək belə. Evet. 1 2 3 zincir çekirik. Keçirdirik bu tərəfə. 3 zincir çəkəndən sonra buradan çıxardıram. Və bu şəkildə içindən keçirdim. Bir daha keçirdirəm. Bu şəkildə toxuyuram. Bütün kənarını bu şəkildə toxuyuram. Saldım, çıxartdım. Daha sonra bunun içindən çıxardıram. İlk öncə adama çətin gələ bilər, ancaq toxuduqca adamın əli öyrəşir. Bu şəkildə.
Artık bu kenarı bitti. Bu kenarı bitirdik. Daha sonra indi bu üst hissesine keçirik. Bu hissesi biraz çetin olur ancak indi keçirik bu kenarına. Buradan bunun dəmirin ucu görünə bilər, ancaq bunu tam toxuyan müddətdə bu hissəsində burası örtüləcək tamamilə. Deməli, bu kənarını da toxudum. İndi buradan altından salıram və bunu bura birləşdirdim. Bu şəkildə. Kənarları bitdi. İndi başına doluyuram. Saldım. Üçünü bir yerdə çıxartdım. Başına doluyuram. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Bir daha başına doluyuram. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Başına doladım. Sonuncu dəfədə normal şəkildə eləyirəm. Artıq bitdi. İndi keçirəm bu hissəyə, kənarına. İlkinin içindən
salıram ve bu şekilde birleştiririm. 1 2 ilk önce deməli 3 zincir çəkirəm. Başına doluyuram. Zincir çektiğim yerden bu hissəsini biraz ince eləyin. İnce milçəklə eləsəz daha yaxşı olar. Başına doluyuram. Saldım. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Başına doluyuram. Saldım. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Bir daha. Saldım. İkisini bir çıxardıram. İkisini içim çıktım. İkisini bir çıxartdım. Deməli 1 2 3 4 başına doluyuram. Bir daha aynı yere salıram. Üçünü bir boşluğa salıram. Üçünü bir boşluğa salıram. İstəsəniz ikisini bir boşluğa salıb, ikisini də bir boşluğa sala bilərsiniz. Deməli 1 2 3 4 5. 5 dənəsini elədim. Bunu bura saldım. Birinciyi saldım. Bir daha göstəreyim. İlk boşluğa baş tərəfinə saldım və buradan bunu buradan çıxardıram. Çıxartdım. Sıxıram və bir dənə bu şekilde gördüğünüz kimi və 1 2 3 zincir çektim ve gəlirəm növbəti boşluğa ve bunu bunun içindən çıxardıram. Saldım.
1 2 2 ve 3 zincir çekirik. Başına doladım. Eyni yerden, eyni boşluktan bir daha götürürüm. 1 2 bir daha eyni boşluktan ikisini bir çıkardık. Bir daha doluyuram. Eyni boşluğa salıram. İkisini bir çıkardıram. Onun yanındaki boşluktan ikisini bir çıkardıram. Eyni boşluktan ikisini bir çıkardıram. Birinci de salıram ve sonuncuya salıram. Bunu bunun içinden bu şekilde çıkarttım. Gördüğünüz gibi. Sıxıram bu şekilde. Gördüğünüz gibi. 1 2 mən biraz sıx eləyirəm ki, yaxşı qalsın. Ona görə mən biraz narahat eləyir. Ancaq siz istəsəniz biraz boş da eləyə bilərsiniz. Mən sıx eləyəndə daha çox. Bunu növbəti boşluğa saldıq, içindən çıxardırıq. Və yaxud da elə belə. Daha sonra 1 2 və 3 zincir çəkirəm. Başına doluyuram. Bunun dibinə götürürəm. 1 2 dəfəyə çıxıram. Bir daha eyni yerdən 1 2 dəfəyə çıxıram. Başına doluyuram. Onun yanındaki boşluqdan 1 2 dəfəyə çıxıram. Eyni yerdən 1 2 dəfəyə çıxırıq. 2 3 4 5 5'ini də çıxarda bilərsiniz. 6'sı da ümumi ola bilər. 1 2 3 4 5 5 bəsdir. Birinci götürürəm, bir də buradan götürürəm və bunu birləşdirirəm.
Bu şekilde. 1, 2, 3. İndi gelirik buradan. Bir, iki, üç. Başına doluyuram. Bir, iki, bir, iki, bir, iki, birini de eləyək. Bir, iki. Birinciden salırıq. Ve buradan salırıq. Bunu bunun içinden çıxardırıq. Ve sıxırıq. 1, 2, 3. 3 zincir çektim. İndi burada bunu eləməliyik ki, biri tam təpə hissəsinə düşsün, bu hissəyə düşsün. Deməli 1, 2, 3, 4'ünü indi mən ipimi qalınlığına görə mən 4'ünü elədim. Məsələn burada 4'ünü eləmişəm, amma bu ipim biraz nazik olduğuna görə 1, 2, 3, 4, 5'ini bu kənardan eləmişəm, 5'ini bu kənardan eləmişəm, birini də təpə nöqtəsindən eləmişəm. Bu ipim biraz qalın olduğuna görə 4'ünü buradan eləmişəm, 4'ünü buradan eləmişəm, birini bu ipimdə biraz qalın olduğu üçün 4'ünü bir kənardan eləyirəm, 4'ünü bir kənardan eləyirəm, birini də təpə nöqtəsindən eləyirəm. İndi bunu gəlirik tam təpə nöqtəsindən bu şəkildə çıxardıram. Deməli buradan saldım. İçindən çıxartdım. İndi burada zincir çəkirəm. 1, 2, 3 zincir çəkirəm. Başına doluyuram. Buradan çıxartdım. 1, 2 dəfəyə çıxdım. Bir daha başına doluyuram. Bir daha başına doluyuram. Çıxartdım. 1, 2. Bir daha başına doluyuram. 1, 2. Bir daha başına doluyuram. 1, 2. Bunu saxlayıram. Birinciden salıram ve buradan salıram. Bunu bunun içindən çıxardıram bu şekilde ve sıxıram ve bir zincir çəkirəm bu şekilde. İndi buranı necə eləmişəmsə 4 dənə. Burada da eyni eləyirəm. Burada neçə dənədirsə bu kənarında da eynidir. İndi 1, 2, 3 zincir çəkirəm. Və gəlirəm bu kənarına. Gəldim. Kənarın birincisindən bu şəkildə birləşdirdim. Və burada indi 3 zincir çəkirəm. 1, 2, 3. Başına doluyuram. Boşluqda. 1, 2 dəfəyə çıxdım.
Bir, iki dəfəyə çıxdım. İndi onun yanındakindən. Bir, iki dəfəyə çıxdım. Bir daha. Bir, iki dəfəyə çıxdım. Bu şekilde. İndi bunu sonuncusu çıktı. Sonuncusunu deleyim. Bunu buradan keçirdirəm, buradan saldım ve bir düğün eləyirəm. Bu şekilde. İndi birini de elədim bu kənardan. İndi bunu elədiyim kimi 3 dənə də eləyirəm. 4 olur. Və daha sonra bunu bitirib bu hissəsini eləyirik. Bu hissəsini buranı necə eləmişəmsə belə davam elətdirək. Sonuncunu bitirdim bu şekilde ve bir düğün eləyirəm bu şekilde. Bunu kesirik. Bu şekilde kestim. Ve bunu arka tərəfdə bu başlangıç ipi ilə bir yerdə bağlayıram. Bu şekilde. Artık hissəsini də kesip atıram. Gördüğünüz gibi yüz-yüze bu şekilde her iki kenarda eyni qədərdir. Bu da təpə nöqtəsidir. İndi mən buna bu iki renkdən birini eləməliyəm. Bundan eləyəcəm. Deməli belə yarpaq eləyirik. Yarpaq eləmək üçün nə eləyirik? Düyün belə eləyirəm. Bunu bu şəkildə eləyirəm. Bunu normal milçəylə eləyirəm ki, rahat olsun. Bunu bir dənə düyün elədim. Daha sonra deməli 1, 2, 3 elədim. Daha sonra 3 elədim. Daha sonra başına doluyuram. Buradan çıxardıram. Bu hissəni əlimdə bərk saxlayıram. İkisini bir çıxardıram. İkisini bir çıxardıram. Daha sonra 1, 2, 3 eləyirəm. Və başına doluyuram. İkisini bir, ikisini 3 eləyirəm. Buradan salıram. Və bunu buradan bənd eləyirəm. Bu şəkildə. Bir daha 1, 2, 3 zincir çəkirəm. Başına doluyuram. İkisini bir, İkisini bir çıxardıram. Daha sonra 1, 2, 3 zincir çəkirəm. Salıram. Bu şekilde. Sonra biraz sıxım. 1, 2, 3 zincir çəkirəm. Başına doluyuram. İkisini bir çəkirəm. Daha sonra 1, 2,
3 zincir çəkirəm. Bunu bu şəkildə 1 2 3 zincir çəkirəm, başına doluyuram. İkisini bir, ikisini bir çəkirəm. Daha sonra 1 2 3 zincir çəkirəm və eyni boşluqdan bərkidirəm. Daha sonra indi bunun bu hissəsini edirik. 1 2 3 4 5 6 7 8 9 10 yeterli de 10. 11'incini də çəkirəm. 11 zincir çəkdim. Daha sonra başına doluyuram. Sonuncu yox, ondan əvvəlkinin içinə salıram. Üçünü bir çıxardıram. Bir daha başını doluyuram. Eyni boşluğa salıram. Üçünü bir çıxardıram. Daha sonra eyni boşluğa salıram. Üçünü bir çıxardıram. Daha sonra başını doluyuram. Sıradaki boşluğa üçünü çıxardıram. Sıradaki boşluğa üçünü bir çıxardıram. Sıradaki boşluğa. Demək, hər bir boşluqdan 3 dəfə çıxardıram. Hər boşluqdan 3 dəfə. İkincidən 3 dəfə çıxartdım. İndi keçirəm növbətiyə, üçüncüyə. Üçünü çıxartdım. Eyni yerdən 3 dəfə çıxartdım. Başına doluyuram, keçirəm dördüncü boşluğa. Bu şəkildə sona qədər eləyək. Bütün hər birindən 3 dəfə. Deməli 10 zincir çəkmişdim. 11-cidən dönüş elədim. 10 zincirin hər birindən 3 dəfə çıxartmaqla eləməliyik ki, buruq şəklində olsun. Bu şəkildə. Gördüğünüz kimi burulmağa başladı. Artıq burulur. Dayandırmadan eləyirəm ki, sizin üçün də qaranlıq bir şey qalmasın. Bu şəkildə. Buruqlar mənə mane olur. Əlimlə saxlayayım arxada. Artıq bitiririk. Sonuncuya eləyək. Sonuncu qaldı, onu da eləyək.
2 ve 3. Deməli, bunu kəsək. Buradan çıxardıram. Və bu hissəni yığıram. Çəkib yığıram. Bu şəkildə tam yığdım. Və bununla bunu burada arxada bağlayıram. Bu şəkildə çox sıx şəkildə bağlayıram. Belə. Deməli, bunu belə vururuq. Burada olduğu kimi vururuq. Bu şəkildə olur. Bu şəkildə qalır və bunu buraya yapışdırırıq. Bunu da istəsəniz iplə tikə bilərsiniz. İstəsəniz də deməli belə pistolet kleylə mənim kimi yapışdıra bilərsiniz. Bu şekilde deməli gördüğünüz kimi belə istədiyiniz deməli ipinizin qalınlığından, incəliyindən asılı olaraq bu formalarda alınır. Deməli xanımlar, əgər əl işimi bəyəndinizsə abunə olmağı, like etməyi unutmayın. Əminəm ki, siz də mənimlə birlikdə hazırlayacaqsınız əl işlərimi. Bildirim zilini aktiv etsəniz, əl işlərimdən ilk olaraq sizin xəbəriniz, ilk olaraq xəbərdar ola bilərsiniz. Anındaca xəbərdar ola bilərsiniz. Buyurun, yeni işlərimizdə görüşmək ümidilə. Hələlik.